Güneş buğalar ve yükselen bürcü buğa olanlar. Hayatınızda heç bir şey əvvəlki kimi olmayacaq. 21 ve 22 noyabr tarixlərində göy üzündə Güneşlə Uranüs arasında 180 dərəcəli qarşıdacı aktiv olduğu üçün sevgi münasibətinizdə gözlənilməyən ani hadisələr yaşaya bilərsiniz. Manipülativ davranışlara qarşı diqqətli olun. Gizli qalan mövzular ortaya çıxa bilər. Sevdiyiniz insanın bir sirri, bir duyğusu, gizlətdiyi əsəb anidən ortaya çıxa bilər. Sevgi münasibətinizdə və evliliyinizdə üzləşmələr yaşaya bilərsiniz. Eyni zamanda xarici görünüşünüzdə dəyişikliklər edə bilərsiniz və bir tərəfdən də sağlam olmayan sevgi münasibətiniz sonlana bilər. Yolunda davam etməyən sevgi münasibətinizi bitirmək istəyə bilərsiniz. İş ortaqlıqlarında isə fikir ayrılıqları və anlaşılmazlıqlar yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın. Və bir tərəfdən də müqavilələrdə problemlər yaşanıla bilər. Bir iş ortaqlığınız anidən bitə bilər. Sağlıqda isə yuxusuzluq, huzursuzluq və əsəbi davranışlar yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın. Heç bir mövzuda ani qərarlar almayın və sevdiyiniz insanla açıq ünsiyyət qurmağa diqqət və özen göstərin.